Ya Allah, salamu aleykum və rəhmətullah. Hər birinizi Uğur Travel şirkəti olaraq salamlayırıq. Bugün 8 aprel ümrə zəvvarlarımız yola düşürlər Məkkə Mədinə ziyarətinə. Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin və Allahın Beytun Nuru Kəbə evinin ziyarətinə. Allah cəmi arzusunda olanlara nəsib eləsin inşallah. Növbəti ümrə ziyarətimiz aprel ayının 17-sidir və may ayının 5-i İmam Rıza Aleyhisselamın Mövlud günü Məşəddə olacağıq. Gözəl rəhbərimiz, nümayəndəmiz Hacı Davud, Seyid Kamran qardaşımız və Nasır qardaşımız. Allah qəbul etsin, Allah arzusunda ürəyində olan hər kəsə bizlə, yəni bu gözəl məsuliyyətli, gözəl tur rəhbəri ilə inşallah ki, nəsib eləsin. Amin. Amin. Allah qəbul etsin, Allah razı olsun inşallah. İnşallah hər zaman xidmətinizdəyik. Seyid buyur. Allah qəbul eləsin. Allah arzusunda olan hər bir kəsə bizlə, Uğur Travel şirkəti ilə ziyarətlərə getməyi nəsib eləsin inşallah. Amin. Amin. Allah İnşallah qəbul ki, eləsin, inşallah. aprel ayının 13-ü Rasim qardaşımız Kərbəla Məşəd ziyarətinə yola düşür. Bakı, Bağdad reysi. İnşallah Allahın köməyi ilə Bakı-Bağdad çıxışı ilə inşallah Kərbəla ziyarətinə yola düşəcək aprel ayının 13-də və aprel ayının 12-sində də inşallah Bakı-Tbilisi, Gürcüstan yolu ilə olan Kərbəla zəvvarlarımız da yola düşəcəklər inşallah. Növbəti çıxışlarımız inşallah may ayında olacaq. Getmək istəyənlər mütləq şəkildə əlaqə saxlasınlar inşallah. Amin. Allah razı olsun. Amin inşallah. Cavid qardaşımız da Sən də buradadır. söz Allah qəbul etsin inşallah. Ziyarətlərimizi Uğur Travel'dən gözəlləşdirin inşallah. Amin.